Salam, sobada qaz hazırlayıram. Əvvəlcə içliyini çıxardıram, arxa hissəsindən piyini də çıxardıram. Ayrı bir yeməklərdə istifadə edəcəm. Daha sonra dırnağını və arxa hissəsini kəsirəm, atıram, ütürəm. Daha sonra yuyuram, biraz quruluyuram. Üzərini belə bıçaqla deşləhləyirəm. Üzərinə 4 çay qaşığı duz, zövqə görə istiot, sarı kök çəkirəm. Daha sonra 1 xörək qaşığı nar palçıq turşusu çəkirəm. 3 ədəd yaşıl almanın üzərinə 1 ədəd portağalın suyunu sıxıram. İçinə doldururam və qalan suyunu üzərinə çəkirəm. Yırtığını tikirəm. Üzərinə falqa çəkirəm və əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 3 saat bişirirəm. 3 saat niyə görə? Çünki 3 kiloqramdır. Daha sonra bişməyinə yarım saat qalmış çıxardıram. Yağından bir qaba tökürəm. Üzərinə 1 çay qaşığı şirin toz biber əlavə edib üzərinə hər tərəfli çəkirəm və qoyuram qızarmağa. Qızaran zamanda bir dəfə çıxardıram. O biri üzünü çöndərəm ki, o biri üzü də yaxşı qızarsın. Budur dostlar, çox ləzzətli, yumuşaq bir qaz alındı. Yağı da çox çıxır. İçindəki alma da çox gözəl dadır. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkür. Arzum budur, hər kəsin ruzisi bol, qazancı artıq olsun. Bayramınız da mübarək. Hələlik.